Bərdə şəhərindəki qəbristanlıqlarda artıq boş yer tapmaq problemi yaranıb. Şəhər ərazisində 3 qəbristanlıq olsa da, sakinlər doğmalarını dəfn etmək üçün yer tapmaqda çətinlik çəkirlər. Məlumata görə ötən əsrin ortalarında şəhər ərazisində 2 əsas qəbristanlıq salınıb. Lakin son illərdə bu qəbristanlıqlarda vəfat edənlərin basdırılması mümkün deyil. Şəhərin İmamzadə qəbristanlığında da vəziyyət oxşardır. Qəbristanlıqlarda az sayda boş yerlər mövcuddur, lakin onlar əsasən ailələrə məxsusdur. Belə ki, ata və anasını dəfn etmiş ailələr ətrafı hasarlayaraq gələcəkdə vəfat edəcək yaxınları üçün yer saxlayır. Ölçüsü olmayan sakinlər üçün isə artıq yeni yer tapmaq mümkün deyil. Sakinlər yaranmış vəziyyətlə bağlı narahatlıq ifadə edirlər və məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsini gözləyirlər. Vüsal Rafiqoğlu, Mirəli Məhmədov, Vəfa Hüseynova, Aran TV, Bərdə.